Çok güzel, çok pakize. Deyin gerek sizin kurdun başı ne renkteydi ha? Rengine fikir vermedi, adice alma kurduydu. Adıca alma kurdu. Adıca. Bəs o kurdu yerişi neceydi ha? Elə bilirəm ki, məsələnin əsli kökü o qurtdadır. Bəli. Qurt, almanın içindeki ara kesmeleri, divarları elə yiyir ki, heç izi tozda qalmır. Han o qurt? Ne hani? Alma qurdu. Kurt? Hə də, bizim qurdumuz han o? Biz kurt getirmemişik. Alma getirmişik. Alma! Alma mənim neyime gerekti? Mənə onun qurdu lazımdı. Eğer o hələ elime məlum olmayan yeni bir kurtdursa, tabii ki onun yayılması meyvelerde tohumları mahveder. Bəli. İndi başa düşün ki, o necə təhlükəli bir qurtdur. Bu haqqısa uzun çəkir. O da bizden aslı değil. Gözleyin, siz de gözleyin. Siz de gözlemeli olacaksınız. He, gözünüz aydın, oğlunuz oldu. Şad haber olasın. Muştuluk sizde. Mən axı ondan qabağa gəlmişəm. Gözün aydın aşı. Çok sağ ol. O gün olsun toyuna gerek. İnşallah. Böyle oğlan olsun. Çok sağ ol. Güzel olmalı. Kurdun buruna taklı var. Eğer almanın içinde kurt varsa, demeli o yaxşı almadır. Yadınızda saklayın ki kurt her almanın içine girmez. Çünkü kurt çok güzel bilir ki hansı alma yaxşıdır, hansı alma pistir. Eğer bir almada dust, deke, yaxud gözden irak, radyasiya varsa, onda kurdu öldürsen de onun içine girmez. Gelin yoxlayaq görək bunun şirəsi neçə faizdir. Qızıldır. 99 faizi şirədir, ancaq təkcə bir faiz pullandı. Əladır. Bağışlayın, almanın içinde bir çatışmamazlık hissedemediz ki. Ne danışırsan? Bu əla almadır. Alma yok, plandır, mükafattır. Her ay əlavə maaşdır, hele üstelik keçici bayraktır. Ancaq daha elden ele keçmeyecek. Bu almadan neçə ton bize verebilirsiniz? Biz hele hiçbir şey verebilmerik. Çünkü
təcrübə aparırıq. Vay, ne tecrübebazlığıdır canım. Buyurun. Bakın olarak. Onlar da almadı. Alma yok, zirzibildir. 60% tollantıda atılıp kalıp kombinatın heyetinde yığışlar da bilmirik. Görün ne kadardır. Butonlar. Dağ ağırlığında yüktür burada. Her ayın başında bize verilen yazılı ve şifahi töhmetlerdir. Bu öyle sehradır ki, hiç üfüğünde de geçici bayrak görünmür. Ne oldu? Ne oldu? Ha, ne diyorsunuz? Ne deməliyik yaxı? Almaları diyem de neçe ton verebilirsiniz? Gel. Gedək. Sən saydığını say. Gör fələklə sayır. Belə də şey olar. Biri toxum istəyir. Biri meyvə qurdu istəyir. O biri də almanı sıxıb, şirəsini çıxarmaq istəyir. Bəs alma? Alma heç kəsə lazım deyil. Yolun cennet mekana değil. Hə oğul, orada. Gelin oturun. Gerək. Gəl. Qəşəng oğlan. Olmaya bizim kəndə bəxtini axtarmağa gedirsən, hə? Düz tapmısan əmican. Amma heç bilmirəm, bəxt ulduzum hansı evdə? Saxla, saxla. Kızım Mədinə, salam. Salam Nadir əmi. Kızım, tək tənha burada neynirsən? Bir adam var, onu axtarır. Gəl, 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 qaş qaralır. Qalx görüm maşına. Aha, bax, belə. Ay, sağ ol. Sür oğul, sür gerək. Əmican, mənim üçün elçiliyə gedərsən. Yaxşı adama canım qurban. Ancaq səni tanımıram oğul. Səhər məni qonaq çağırırdın, axşam tanımaq istəmirsən. Ay, sənsən? Ay, sənin saqqalın ağarsın, tanımadım səni. Yaxşı ay oğul, kimin qapısının tavanını çıxartmısan? Kimin hasarından aşmısan, hə? Əmican, sizin kənddə Mədinə adlı bir qız var, tanıyırsan? Saxla. Yox, bu düzələsi iş deyil. Axı niyə? Yox, mən sənin üçün elçi gedə bilmərəm. Mədinəni istəyən mənim yanıma gəlməlidir. Onun məndən savayı heç kəsi yoxdur. Hamı onu mənim qızım bilir. Yo. Bu sevda baş tutmayacaq. Nadir kişi,
Yadındadır, kənd sovetinin sədri qızın atasına söz vermişdi ki, qızı başqa kənddən olan oğlana ərə verməsin. Yoxsa belə qəşəng qız bu vaxta qədər evdə qalardı. Kənd soveti? Hə? Ha! Bəs bu nədir? Elə mən də sizin kətdənəm də. Cavan oğlan! Belə fürsət bir də ələ düşməz. Bax, belə yerdə deyiblər ki, nə yoğurdum, nə yaptım, hazırca kökə tapdım. İstədiyin yar idi, yetirdi Pərverdigar! Ha?